Herkese salam. Bu videoda sizinlə birgə Azərbaycanın mineral ehtiyatları mövzusundan 50-dən sonraki suallara baxacağıq. Gəlin başlayaq. 51-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, inzibati rayonlardır, faydalı qazıntıların işarələridir və yataqların adıdır. 1. Şərur rayonudur. 2. Gədəbəydir. 4. Daşkəsəndir. 3 də Kəlbəcərin ərazisidir. Baxaq. 1. Alüminiumun işarəsidir. Alüminiumun xam malı olan alünit çıxarılır bizim ölkəmizdən. Alünit də Daşkəsəndən, yəni 4 rəqəmindən zəyli yatağından çıxarılır. Deməli 4-ə 1 C. 2. Polimetalın işarəsidir. Təkər oxşuyur, radiasiya işarəsinə oxşuyur. Deməli polimetal da bizdə Şərurdan, Gümüşlü yatağından polimetal yataqları çıxarılır Naxçıvandan. 1-ə getdi 2A. Elə 1-ə 2A olan bir dənə Y bəndidir. Qalanlarına da baxaq. Deməli 3 qızılın işarəsidir. Qızıl həm Kəlbəcərdə var, həm də ki Gədəbəydə qoşa yataqlarında var. Kəlbəcərdə də Zod Qızılbulaq yataqlarından çıxarılır. Burada olan qoşa yatağının adıdır. Ona görə biz seçirik Gədəbəyi. Gədəbəyin işarəsi 2 rəqəmidir. Deməli 4 də xromitin işarəsidir. Xromit də Kəlbəcərdə və Laçındadır. Kəlbəcərdə Göydərə yatağından, Laçında isə İpək yatağından çıxarılır xromit. Deməli bu da oldu 3 rəqəmi də 4-ə getdi B. 3-ə 4 B, 4-ə 1 C, 2-yə də 3 D. Cavab Y bəndidir. 52-ci sual. Yenə inzibati rayonlardır. Müvafiq olaraq doğru sıraları müəyyən eləyəcəyik. 1. Şərur rayonunun ərazisidir. 2. Gədəbəydir. 3. Şahbuzdur. 4. Daşkəsəndir. 5. Kəlbəcərdir. 6. Zəngilandır. 7. İsmayıllıdır. 8 də Qubadır. Baxaq. 3, 5, 8-də deyir, mineral bulaqlar var. 8 Qubadır, 5 Kəlbəcərdir, bir də Şahbuz. Hər üçündə mineral bulaqlar var. Deməli 1 oxşar xüsusiyyətdə gedir. Meşələr geniş sahə tutur 1, 7, 8-də. 1 haradır? Şahbuz, Naxçıvan. Ümumiyyətlə biz Naxçıvanda meşəni harda görürüksə, bunu çıxırıq. Çünki Naxçıvanda meşə ehtiyatı zəifdir. Naxçıvanda meşə qurşağı yoxdur. İkiləri çıxırıq. Paleozoy erasının qədim süxurları səthə çıxıb. 2, 4, 5-də. Paleozoyun qədim süxurları çıxıb səthə Tovuz rayonunda, Əsriçə, Zəyəmçayda. Burada deyir ki, 2, 4, 5-də çıxıb. Bu fikir yanlışdır. Üçləri də çıxırıq. Variantımız elə qalır D variantı. 1, 4, 5. Baxaq 4 ilə 5-ə. Mərmər yataqları var. 1, 4, 8-in. Bəli. 8-də Qubada səhrai mərmər var idi. 4-də Daşkəsəndə və 1-də Şərurda mərmər yataqlarımız var idi. Mərmərin işarəsi romb idi, ortasında da xətt idi. 5-də qızıl ehtiyatları 2, 5, 6-da Kəlbəcərdə, Zəngilanda və Gədəbəydə. Gədəbəydə qoşa, Kəlbəcərdə Zod Qızılbulaq, 6-da Zəngilanda isə Vejnəli yataqları, bəli, qızıl yataqlarımız 5-də düppədüzdür. 1, 2, 3 Trias söküntülərin geniş ərazi tutur. 1, 2, 3 Trias ancaq Naxçıvanda Dərəliyəzdədir. Deməli 2 rəqəmində burada Trias söküntüləri yoxdur. 6 da səhvdir. Cavab D bəndi. Bu səfər bizə doğru olmayan sıraları 53-cü sualda soruşur. 1. Yenə Şərur rayonudur. 2. Gədəbəydir. 3. Daşkəsəndir. 4. Kəlbəcərdir. 5 Balakəndir, 6 Ağdərədir, 7 İmişlidir, 8 Siyəzəndir, 9 da Salyan ərazisidir. Baxaq, 1-də deyir ki, 7, 8, 9-da neft yataqları var. Siyəzəndə, Salyanda, bir də 7-də, bəli, burada İmişlidə Muradxanlı yatağı, mezozoy yaşlı neft yataqları var. Hər üçündə, deməli, birinci fikir doğru fikirdir. Ona görə birləri götürmürük. Bizə aiddir doğru olmayanlar. Birləri çıxırıq. Baxaq, 1, 5, 6-da deyir, polimetal yataqlar var. Şərurda polimetal, 5 Balakəndə və 6. Hər üçündə polimetal yataqlar var. Ona görə ikiləri də çıxırıq. 3-də zəngin qızıl və civə yataqları 1, 2, 4. 1-də civə yatağı yoxdur Şərurda. Civə ancaq Kəlbəcərdə, Laçındadır. 2, 4-də Gədəbəydə, Kəlbəcərdə var civə qızıl, amma Gədəbəydə də var. Qızıl var, amma civə yoxdur. Deməli, 3-cü fikir səhvdir. Paleogenin gilli sisləri geniş sahəni əhatə edir. 5, 8, 9. 5, 8, 9. 8, 9. 9 ümumiyyətlə paleogen deyil, axı antropogendir, düzən yerdir. Dördüncü dövr antropogen.
Deməli 4 də səhvdir. Cavab çıxdı. 3, 4. Bir də səhv olacaq 5. Tektonik qırılmalar boyu vulkanik süxurlar. 3, 6, 7-də. 7-də vulkanik süxur olmaz. Burada çökmə süxurlar. Neft ehtiyatı da var burada. Mezozoy yaşlı quruda neft yatağı. Deməli 5 də səhvdir. Filiz faydalı qazıntılar 2, 3, 4. 6-cı fikir. Gədəbəydə qızıl yatağı var. Burada da yenə civə yatağı var. Bir də 4-də Kəlbəcərdə də yenə civə qızıl yataqları var. 6-cı fikir də doğrudur. Deməli cavab C-dir. 54-cü sual. Orta ərazidə olan faydalı qazıntılar. Travertin şahtaxtı yatağında, bəli, orta ərazidə Naxçıvanda var. Molibden yatağı Paraqaçay, Diyaqçay, Naxçıvanda var. Bir də polimetal yatağı Şərurda, Gümüşlü yatağı Naxçıvanda var. 1, 3, 5. 55. Böyük Qafqazda yayılan faydalı qazıntılar. Böyük Qafqazda yanan şist ehtiyatı var. İşarəsi budur. Civə yatağı yoxdur, ancaq Kiçik Qafqazdadır. Polimetal Böyük Qafqazda da var, Kiçik Qafqazda da var. Balakəndə, Zaqatalıda var. Filizçay, Katyaqçay, Kastaq, Mazımçay yataqları 3 doğrudur. Təbii qaz yataqları da bəli. Əsas elə Böyük Qafqazdadır. Bir də tektonik çökməsində. Cavab olur 1, 3, 4. 56. Doğru sıraları müəyyən etməliyik. Seolit Ağdağ, Tovuzdadır. Qazaxda deyil. Qazaxda olan bentonit çilidir. Səhvdir bu. Mis Qaradağ, Gədəbəy. Bu fikir doğrudur. Travertin şahtaxtı Tovuzdadır. Xeyr, Naxçıvandadır. Cips Ağcakənd, Goranboydadır. Bəli, doğrudur. Xromit ehtiyatı İpək, Laçındadır. Bəli, doğrudur. Göydərə, Kəlbəcərdə, İpək, Laçında. Qızıl ehtiyatı Qızılbulaq, Zəngilan. Zəngilanda olan vecnəli yatağıdır. Zod Qızılbulaq, Kəlbəcərdədir. Ona görə səhvdir. 2, 4, 5 doğru sıralar. Filiz faydalı qazıntıları seçin. Ağcakənd cips yatağıdır, getdi. Turş su mineral su yatağıdır, getdi. Şuşada. Şorbulaq doğrudur. Filiz faydalı qazıntıdır. Civə yatağıdır. Daş salahlı bentonitçili yatağıdır, qeyri-filizdir, getdi. Paraqaçay molibden yatağıdır, götürürük. Filiz faydalı qazıntı və Dəmiroğlu. Dəmir filiz yatağıdır. 3, 5, 6. Filiz faydalı qazıntılardır. Kiçik Qafqazda yerləşən mineral bulaqlar. Deməli, Şırlan turşusu Şuşada, Kiçik Qafqazda götürürük. Biri. Bədo suyu İsmayılıdadır, götürmürük. Böyük Qafqazdadır. Xaşı Cimi Xaltan Qubadadır, götürmürük. Meşə su. Deməli, Talış bölgəsindədir, götürürük. Bir də Darıdağ, Naxçıvandadır. Hər ikisi Kiçik Qafqaz tektonik qalxmasından düşür. Ona görə 1-i də götürürük, 4-ü də götürürük, 5-i də götürürük. 1, 4, 5. 59. Hərflərlə verilən inzibati rayonların hər ikisində yayılan faydalı qazıntı. A rəqəmi Kəlbəcərdir, B rəqəmi Laçındır. Hər ikisində olan civədir. Kəlbəcərdə Ağyataq, Şorbulaq, Lökçay. Civənin işarəsi budur. Bir də Laçında Gölgəsçay, Narzanlı. Civə, bir də Xromit. Göydərə, Kəlbəcərdə İpək. Göydərə və İpək yatağı. Laçında İpək yatağı daha doğrusu. Xromit də budur. Kvadrat, X hərfi kimi. Xromitin işarəsidir. Deməli 60. Muradxanlı neft yatağı. Muradxanlı quruda olan Mezozoy yaşlı neft yatağımız idi. 4-cü dövr yox. Mezozoydur. Kür çökərliyi vilayətindədir. Bəli. Mezozoy yaşlı. Bəli. Böyük Qafqaz təbii vilayətində xeyr, kür tektonik çökməsindədir. Tektonik qalxmada yox, çökmədədir. Quruda yerləşən yataqdır. Bəli. Deməli 2, 3, 6. Mollakənd. Bu arada Muradxanlı yatağı İmişlidədir. İmişli. Mollakənd. Kürdən yadda saxlayaq. Kürdəmirdədir. Yenə 4-cü dövr süxurunda deyil, Mezozoydadır. Kür çökərliyindədir. Bəli. Mezozoydur. Bəli. Kristalik süxurlarda formalaşıb. Xeyr, arxi yaşlı süxurlar bizdə ümumiyyətlə arxi süxurlar yoxdur və tektonik çökmə zonasındadır. Bəli. Kür tektonik çökməsindədir. Deməli 2, 3, 6. Növbəti sual 62. Turş su mineral suyunu şıx mineral suyundan fərqləndirən xüsusiyyət. Turş su Şuşadadır. Şıx mineral bulağı isə Abşerondadır. Deməli biz Şuşaya aid olan xüsusiyyəti seçməliyik də. Tektonik qalxma zonasında yerləşməyə bu ikisinə də aid olan xüsusiyyətli getdi. Fərqli xüsusiyyəti bizdən istəyir. Qonur və qəhvəyi meşə torpaqları dağlıq ərazidə olar da, yəqin ki Şuşada olar.
Mütləq hündürlüyü yüksək olan ərazidə yerləşən Şuşadır əlbəttə. Müalicə və əhəmiyyətə malik olması bu hər ikisinə aid olan xüsusiyyətdir. Maqmatik süxurların yayıldığı təbii vilayətdə yerləşməsi Kiçik Qafqaza, yəni Şuşaya aiddir. Burada çökmə süxurların yayıldığı yerdir. Böyük Qafqaz vilayətində yerləşməsi bu Abşeron, Şuxa aid olan xüsusiyyətdir. Cavab oldu 2, 3, 5. Zəylik alnit yatağının səciyyəvi xüsusiyyəti. Zəylik alnit yatağı daş kəsəndədir. Alüminiumun xammalıdır. Qara metallurgiya üçün xammal deyil, alüminium əlvan metaldır. Yüngül əlvan metaldır, bəli. Ağır əlvan metal, xeyr. Kiçik Qafqazın cənub-şərq yamacları, xeyr. Şimal-şərq yamacları, bəli. Daş kəsən ərazisinə yerləşir, bəli. Alüminiumda işarəsi kvadrat idi, içində də dairə. Kənarları da belə qara idi. Barit yatağı, səciyyəvi xüsusiyyəti. Soldar başqışlaq. Deməli, barit qara metallurgiya üçün xammal verir, xeyr. Barit ümumiyyətlə qeyri-filiz idi. Neft quyularının qazılmasına istifadə olunur, bəli. Kiçik Qafqazda yerləşir, bəli. Tektonik qalxma zonasında yerləşir, bəli. Kiçik Qafqaz tektonik qalxmasındadır. Böyük Qafqazın cənub-şərq yamacında deyil, filiz mənşəli faydalı qazıntı deyil. Qeyri-filizdir. 2, 3, 4. Yanan şist, mis, xromit. Yanan şist 3-dür, İsmayılıda. Mis yatağı Gədəbəydədir. Xromit yatağı isə Kəlbəcərdə, Laçındadır. 6 rəqəmi. Deməli 3, 2, 6. Molibden, alnit, cips yataqları. Molibden Naxçıvandadır, 3 rəqəmi. Alnit daş kəsəndədir, 2 rəqəmi. Bir də cips yatağı da, cipsdə bir dəqiqə yox, 6 yox. Bu cildir. Cips yatağı Ağcakənddə, 5 rəqəmi. 3, 2, 5. Xəritə sxemi əsasən filiz mənşəli faydalı qazıntılar olmayan inzibati rayon. Burada 5-də Qusar rayonunda heç bir filiz mənşəli faydalı qazıntı yoxdur. 2. Leriç rayonunda heç bir filiz faydalı qazıntı yoxdur burada. 4-də var, 3-də var, 6-da Balakəndə polimetal var və 1-də də yoxdur. Deməli, bir də Goranboy rayonu ərazisidir. Burada da heç bir filiz mənşəli faydalı qazıntı yoxdur. Və salam. Cavab oldu 1, 2, 5. 68. Azərbaycan faydalı qazıntıları ilə bağlı doğru fikirlər. Filiz faydalı qazıntılar ölkənin şimal, qərb və cənub-şərq rayonlarında, xeyr, cənub-şərq rayonlarında əsasən çökmə mənşəli süxurlardır. Yerli əhəmiyyətli yanan şist İsmayıllıdadır, bəli. Xromit yatağı yardımlı Oğuzda, xromit yoxdur. Xromit Kəlbəcərdə, Laçındadır. Qeyri-filiz faydalı qazıntı yataqları çökmə süxurlarda yayılıb, bəli, bu fikir doğrudur. Abşeron və Kiçik Qafqaz tikinti materialları ilə zəngindir, bəli, bu fikir də doğrudur. Muğan salyan düzündəsi və qumu ehtiyatı mövcuddur. Xeyr. Belə bir şey yoxdur burada. Məsələn, cavab 2, 4, 5. 69. Doğru sıralar. Gəncə Qazax düzü 4-cü dövr çöküntüləri, Kürdağrası çökəkliyi. Bu sıra doğrudur. 2. Abşeron, Neogen, Ön Qafqaz çökməsi. Abşeron, Ön Qafqaz çökməsi yox, Böyük Qafqaz qalxmasına aiddir, getdi. Zəngəzur silsiləsi, Kiçik Qafqaz qalxması, Paleogen, bəli, bu sırada doğrudur. Qarabağ silsiləsi, Təbaşir, Kiçik Qafqaz qalxması, bəli, doğrudur. Dağlıq ərazilərimizdə Yura, Təbaşir çöküntüləridir. Ceyrançöl, Yura, Kürdağrası çökəkliyi, Ceyrançöldə Yura olmaz. Yura yüksək dağlıq ərazilərdədir. Ceyrançöldə Neogen çöküntüləridir. Ona görə 5 səhvdir. Qanlı Xəriçay, Böyük Qafqaz qalxması deyil, Kürd tektonik çökməsidir. Burada getdi. Cavab oldu 1, 3, 4. 70. Uyğunluq, doğru uyğunluq. Deməli, Badamlı Araç-Cavan platformasında deyil, Kiçik Qafqaz tektonik qalxmasına Naxçıvanın dağlıq hissəsinə düşür. Ona görə yanlışdır. Turşsu mineral bulağı Şuşadadır, Kiçik Qafqaz qalxmasındadır, bəli. İlisu mineral suyu Qaxdadır. Qaxdadır, Böyük Qafqaz qalxmasındadır, doğrudur. Qalaltı Şabrandadır, Şabran Kürd çökməsinə düşmür. Şırlan Böyük Qafqaza düşür, Kürd çökməsinə düşmür. Xaltan Böyük Qafqaza, Qubada, bəli. 6-da doğrudur. 2, 3, 6 doğru cavablardır. Baxaq 71-ci suala. Diaksel molibden yatağının səciyyəvi xüsusiyyəti Naxçıvandadır. Yerləşdiyi də Paleogen süxurları üstündür, bəli, Naxçıvanda. Naxçıvanın Dərəliyə silsiləsində deyil,
Naxçıvanın Zəngəzur silsiləsindədir. Bəli, Kiçik Qafqaz qalxmasındadır. Bəli. Deməli 1 3 5. 72. Hamançay və Kastaq faydalı qazıntıları. Hamançay dəmir filiz yatağıdır. Kastaq deməli polimetal yatağı. Polimetal yatağıdır. Oxşar xüsusiyyət. Tektonik qalxma zonasına yerləşmələri var. Biri Kiçik Qafqaz qalxmasındadır, biri Böyük Qafqaz qalxmasındadır. Böyük Qafqazın cənub yamacında yerləşməyi bu oxşar xüsusiyyət deyil, ancaq polimetala aid olan xüsusiyyətdir. Metallurgiya üçün xam mala malikdir. Bəli, hər ikisi üçün oxşar xüsusiyyətli metaldır. Qeyri-filiz faydalı qazıntıdır, xeyri-filiz faydalı qazıntıdır. Denudasiya prosesləri yerləşdiyi ərazilərdə bəli, yüksək dağlıq yerlər olduğuna görə burada denudasiya prosesinə rast gəlinir. Trias söküntüləri burada yoxdur. Trias ancaq Naxçıvanda Dərələyəz qalxmasındadır. Bu da aid deyil. Deməli, cavab oldu 1 3 5. 73. Qalaltı mineral bulağının yerləşdiyi inzibati rayon üçün xarakterlidir. Qalaltı mineral bulağı Şabrandadır. Şabranın Xəzər dənizinə çıxışı var. Bəli. Ərazisinə 4-cü dövr çökmə süxurları üstünlük təşkil edir. Bəli. Düzən yerdir də. Ön Qafqaz çökməsidir. Alt-Paleozoy süxurları yer səthinə çıxır. Səhvdir. Bu Tovuz rayonunda Əsriçay, Zəymçayda çıxır. Arid denudasiyon relyef formaları səhvdir. Abrazyon relyef bəli doğrudur. Çünki Xəzər sahilidir. Filiz faydalı qazıntı yox. Burada qeyri-filizdir. 1 2 5. Doğru cavablardır. 74. Kiçik Qafqazın şimal-şərqinə aid olan xüsusiyyətlər. Maqmatik və metamorfik süxurlar yayılıb, bəli, doğrudur. Yanar faydalı qazıntılar üstündür, xeyr, bu Böyük Qafqaza aiddir. Barit, kükürt, mərmər kimi faydalı qazıntılar, bəli, var burada. Kiçik Qafqazın şimal-şərqində paleozoy erasının kristalik şistlərinə rast gəlinir, bəli. Ərazisinə orta əyilmə zonasına uyğun gəlir, xeyr. Platformanın yenidən fəallaşmış ərazisidir, xeyr. Cavab 1 3 4. Bədo, Xaltan, Donuz Ütən. Bədo İsmayılıdadır 4 rəqəmi. Xaltan Qubadadır 3 rəqəmi. Donuz Ütən Masallıdadır 2 rəqəmi. 4 3 2. Növbəti 76-cı sual. İlisu mineral bulağı Qaxdadır. Balakən, Zaqatala, Qax 6 rəqəmi. Şırlan, Turşsu, Şuşadadır 3 rəqəmi. Badamlı mineral bulağı isə 1 rəqəmi. Şahbuz 6 3 1. Azərbaycanda geniş yayılan filiz faydalı qazıntıları. Deməli, 5 seolit yatağıdır, 3 cildir, 1 əhəng daşıdır. Bunlar qeyri-filizdir. Bizdə ən geniş yayılan həm Böyük Qafqazda, həm Kiçik Qafqazda olan polimetal yatağı işarəsi 2-dir. Dəmir filizin işarəsi 4-dür. 2 4. 78-də maqmatik süxurların yayıldığı yerdə biz yenə filizləri seçməliyik. Filiz 3 cildi qeyri-filizdir, 1 qeyri-filizdir. 4-də çökmə mənşəli faydalı qazıntı neft yatağıdır. Deməli, cavab olur 2 molibdən 5 xromit. Şərti işarələrlə verilmiş faydalı qazıntıların doğru verildiyi bənd. Deməli, 2 İsmayılıda yanan şist ehtiyatları doğru verilib. 3 Kvars qumu Abşeronda doğru verilib. Bir də doğru verilib. Burada molibdən 4-də molibdən yoxdur. Burada civə yoxdur. Burada da deməli 6-da yanlış verilib də. 80. Faydalı qazıntı yataqlarının işarələrinin yeri doğru göstərilməyib. 6. 5 doğru göstərilib. 4 Kəlbəcərdə qızıl doğru göstərilib. Bir də doğru göstərilib. Deməli, burada yanan şist yoxdur. Deməli, bu 3 səhvdir. Bir də 6 səhvdir. 2 3 6 yanlış göstərilib. 81. A hərfi ilə işarələnmiş inzibati rayonda mövcud olan faydalı qazıntı yataqları. Deməli, A rayonu haradır? Gədəbəy. Gədəbəydə nə var? Bir dəqiqə, A Gədəbəydir, yoxsa Daşkəsəndir? Gədəbəy olmaz, bəlkə də Daşkəsən olar. Ki, burada qızıl yoxdur. Daşkəsəndir, Gədəbəy buradır. Daşkəsən, yaxşı düşməyib burada. Daşkəsən, deməli, Daşkəsəndə var dəmir filizi var, Daşkəsəndə var mərmər ehtiyatları var. Daşkəsəndə var arnit zəylik 1, 3, 6 alüminium ehtiyatı. 82. Şıx mineral bulağının yerləşdiyi ərazinin Şırlandan fərqli. Bu dəfə şıxa aid olan xüsusiyyəti bizdən istəyir. Tektonik qalxma zonasında hər ikisi. Qışı soyuq keçən yarım səhra quru çöl heç biri. Bu ancaq Naxçıvandadır. Mülayim isti iqlim şəraitində yerləşməyə bu Şırlana aid olan xüsusiyyətdir.
Qışın mülayim keçən yarım sahəli quru çöl, bəli, bu Abşerona aiddir. Böyük Qafqaz vilayətinə aid Abşerona aiddir. Yerləşdiyi fiziki coğrafiyalarında filiz mənşəli faydalı qazıntılar mövcud deyil. Bu da Abşerona aiddir. Şıx mineral bulağına. Doğru sıraları müəyyən edin. Yataq, diaqçay, molibden, Zəncəzur silsiləsi doğru sıradır. İşarəsi də düzdür, yayıldığı ərazisi də düzdür. Hamançay, daş kəsəndə dəmir filizidir. Murovdağ silsiləsi, bəli, doğru fikirdir. Ağdağ, cips yatağı deyil, getdi. Mehmana, civə yatağı. Qarabağ vulkanik yaylası. Mehmanın polimetal yatağıdır, civə yatağı deyil. Filizçay, polimetal, yan silsilədə deyil. Başqa Qafqaz silsiləsindədir. Zod, qızıl yatağı, şərqi Göyçə silsiləsi, bəli, bu fikirdə doğrudur. 1, 2, 6. Doğru sıralar. 84-də yenə doğru sıraları bizdən istəyir. Cips Ağza kənddə oda davamlı qəliblərin hazırlanmasında istifadə olunur. Bu yanlışdır. 1. Bu gelin işarəsidir, cipsin işarəsi deyil. Göydərə, xromit yatağıdır. Göydərə bu xromitin işarəsi deyil. 2 də yanlışdır. 3 naftalan nefti təbabətdə, bəli, yanmayan nefti düzdür. Qazaxda daş salaqlı bentonit cili tikinti sənayesində, yox, bu bentonit cili oda davamlı qəliblərin hazırlanmasında istifadə olunur. Ağdağ, seolit kənd təsərrüfatında kimyada istifadə olunur, bəli, doğrudur. Kvars qumu Hacıvəlli hökmərdə şüşə istehsalında istifadə olunur, bəli, bu da doğrudur. Deməli, 3, 5, 6. Faydalı qazıntılara əsasən yenə doğru sıraları. 1. Cipsli Goranboy tikinti sənayesində, bəli. 2. Travertin, Kəlbəcər kənd təsərrüfatı kimya sənayesində istifadə olunur. Deməli, 2 də doğrudur. Daş salahlı, bu mərmərdir. Daş salahlı mərmər deyil. Bentonit cilidir, 3 səhvdir. Qaradağda cips, dərin neft quyularının qazılmasında xeyr, Qaradağda deyil. Burada sementdir. Şahdağda bu kvars qumu Hacıvəlli hökməlidədir. Yanlışdır. İpək metallurgiya sənayesində xromitdən, bəli, doğrudur. 1, 2, 6. Doğru sıralar. Filiz faydalı qazıntı zəyli, bəli, qeyri-filiz göydərə. Göydərə qeyri-filiz deyil. Xromit yatağı da filizdir. 1 səhvdir. Oğuz filiz yatağı deyil. Getdi. Yanar faydalı qazıntıdır. Narzanlı filiz faydalı qazıntıdır. Hökməli qeyri-filizdir. Kvars qumu. Bir də Qaraçala neft yatağıdır. Yanar faydalı qazıntıdır. Levçay filizdir. İnam yanardır. Bu da səhvdir. İpək filizdir. Daş salahlı qeyri-filizdir. Əşrəfi yanardır. Deməli 5 də düzdür. Mazımçay filizdir. Ağca kənd qeyri-filizdir. Yasamal da yanardır. Bəli, cavab oldu 3, 5, 6. Bu dəfə doğru olmayan sıraları. Levçay filiz, Şahdağda qeyri-filiz, Siyəzən yanar. Doğru sıradır. Dəmiroğlu filiz, Hamançay da filiz olmalıdır. Qeyri-filiz yazıblar. Götürürük. Uyğun olmayan xüsusiyyətdir. Yəni səhv yazılıb sıra. Gümüşlü filiz, Hacıvəlli, qeyri-filiz, Ümid. Doğru sıradır bu. Göydərə filiz, Şorbulaq filizdir. Yanlış yazılıb, götürürük. Dan ulduzu, yanar faydalı qazıntıdır, götürürük. Qızılbulaq filiz, Duzdağ qeyri-filiz, Mollakənd yanar faydalı qazıntıdır. Mezozoy yaşlı neft yatağıdır. Deməli, aid olmayanlar yanlış yazılan sıralar oldu. 2, 4, 5 doğru yazılan sıralar isə 1, 3, 6 doğru yazılıb. Növbəti 88-ə baxaq. Göydərə, Vecnəli, Muradxanlı, Şahdağda yataqlar müvafiq gəldiyi faydalı qazıntıların sırası. Göydərə xromit yatağıdır, Kəlbəcərdə. Deməli, Vecnəli qızıl yatağıdır Zəngilanda. Muradxanlı neft yatağıdır İmişlidə. Şahdağda isə travertin yatağıdır. 2, 1, 3, 5. Mərmər, molibden, əhəng daşı yataqları. Mərmərin deməli daş kəsəndə 3 rəqəmi düz yazılıb. Burada 5-də mərmər yoxdur. Düz işarəsi var, amma 5-də mərmər yoxdur. Molibden deməli Naxçıvanda düz yazılıb. Əhəng daşı da 2-də doğrudur. Xəritə sxemdə civə, cips, neft və bentonit cili yataqları. Civə deməli civə yatağı. 3-də Kəlbəcərdə civə yatağı doğrudur. 6-da burada civə yoxdur. Cips yatağı deməli 5-dədir.
4-də cips yatağı yoxdur. Düzdür, işarəsi var, amma səhv qoyulub. Neft yatağı 1-də Muradxanlı yatağıdır. Deməli, doğrudur, işarəsi yeri düzdür. Bentonitçili də Qazaxda 2 rəqəmi. Yeri doğrudur. 3-5, 1-2 uyğunluq. Mineral bulaqları müəyyən edin. 1, 2, 3. Deməli 1 Şuşadır, Şırlan turşusu. Mineral bulaqları Şuşadadır. 2 Qaxın ərazisidir. Qaxda İlisu mineral bulağı var. 3 də Qubanın ərazisidir. Qubada da Xaşı, Cemi, Xaltan mineral bulaqları var. 3-ə də C. Xaşı. Polimetal yatağı, mineral bulaq, alnut yatağı. Vayxır mineral bulaqdır. Zəylik pliz alnutdur. Mehmana polimetal yatağıdır. Cemi deməli mineral bulaqdır. Filizçay da polimetal yataqdır. Deməli 1-ə oldu BG, 2-yə AD, 3-ə də C. İlisu mineral sudur. Ağ yataq civə yatağıdır. Parağaçay molibden yatağıdır. Darıdağ deməli Darıdağ mineral sudur. Şorbulaq da yenə civə yatağıdır. 1-ə deməli oldu D, A-nan D, 2-ə oldu C, 3-ə də oldu B-nə Y. Faydalı qazıntılar yerləşdiyi inzibati rayonlar. Deməli, mərmər daş kəsəndə var. Travertin Kəlbəcərdə var. Bentonitçili ümumiyyətlə Qazaxda da heç birində yoxdur. Civə yatağı Kəlbəcərdədir. Dəmir filizi də daş kəsəndədir. 1-ə AY, 2-yə B-dir. Faydalı qazıntı yenə inzibati rayonlar. Mis deməli Gədəbəydədir. Polimetal Şərurdadır, Gümüşlü. Mərmər yatağı Şərurdadır. Molibden yatağı bu heç birinə aid deyil. Qızıl yatağı da Gədəbəydədir, Qoşa yatağı. 1-ə AG, 2-yə B, C. Ağ yataq Şorbulaq, Lövçay Kəlbəcərdə yerləşən civə yataqlarıdır. Ağcəkən cips yatağıdır. Daşsalaqlı bentonitçili yatağıdır, heç birinə getmir. Qazaxda. Narzanlı civə yatağıdır. Ağdağ seolit yatağıdır. 1-ə AD, 2-yə Y, 3-ə B. Uyğunluğu yenə müəyyən edin deyir. 1, 2, 3. Bir Naxçıvanda Zəngəzur Dərələyəz dağlıq hissəsidir. 3 yoxdur burada, 2 dənə rəqəmdir. 2 də ki, qonaq kənddir burada. Deməli, daimi qar xəttinə malik deyil. Burada hər ikisinə daimi qar xətti var. Burada qapıcıq var, burada da yan silsilə var. A heç birinə aid getmir. Zəngin, travertin və mərmər ehtiyatları var. Bu gedir Naxçıvana. Yəni Cüneyt qapıcığa. Dağ, meşə və dağ çəmən landşafları 2-yə gedir. Əlbəttə meşə Naxçıvanda yoxdur. Sərhədində Sudur silsiləsi yerləşən əlbəttə ki, qonaq kənddir. 2-yə gedir. D. Yayı quraq keçən soyuq iqlim tipində yerləşənsə əlbəttə ki, Naxçıvanın dağlıq hissələridir. 1-ə də gedir Y. 1-ə B-yə, 2-yə C-dir. Növbəti inzibati rayonlarda yerləşən mineral bulaqlar. 1 İsmayıllıdır, 2 Qubadır, 3 də Laçındır. Deməli 1, 2, 3. Xaltan bulağı Qubadadır, 2-yə gedir A. Qalaltı Şabrandadır, burada Şabranın adı yoxdur. Turşsu Şuşadadır, Şuşanın da adı yoxdur. Minkənd Laçındadır, 3-ə gedir D bəndi. Bədo da İsmayılda Y-yə gedir. 1-ə gedir Y. 1-ə Y, 2-yə A, 3-ə D. 99. Şərti işarələr. 1 qızıldır. 2 civədir. 3 polimetaldır. Qoşa virjinəli qızıl yatağıdır. 1-ə gedir A. 1-ə gedir A. Mehmana Filizçay deməli polimetal yataqdır. 3-ə gedir B. Şorbulaq Lövçay civə yatağıdır. 2-yə gedir C. Zod Qızılbulaq qızıl yatağıdır. 1-ə gedir D. Kastağ Mazımçay polimetal yatağıdır. 3-ə gedir G. 1-ə AD, 2-yə C, 3-ə B, Y. 100. Filiz faydalı qazıntılar, yanar faydalı qazıntılar. 1, 2.
Yanar faydalı qazıntılar Xəzər sahili olan ərazilər olar. A ilə D. Yerdə qalanlar da, daha doğrusu hadi A ilə D içiyə. Yerdə qalanlar B-də polimetal, C-də Cədəbəydə qızıl var burada. Burada da şərurda polimetal yatağı var. B, C, Y. Gedir bura. Deməli, 1 mərmərdir, 2 seolitdir, 3 də qızıl yataqlardır. Deməli, daş kəsəndədir mərmər, seolit deməli Tovuzdadır, Ağdağ. Qızıl yataqlarda Zəngilanda var, bir də Gədəbəydə Qoşa yatağı var. Və salam, 1-ə C, 2-yə D, 3-ə də B ilə Y. 102. Azərbaycanda ehtiyatı çox olan tükənməyən sərvətlər. Əlbəttə ki, tükənməyən təbii enerjilər olar. Helioenerji, bir də geotermal sular. Tükənməyənlərdir. Tükənənlər bərpa olunmayanlar faydalı qazıntılardır. Deməli, civədir, bentonit ili bərpa olunmur. Ehtiyatı az olan tükənən bərpa olunansa meşədir. 1-ə B-yə, 2-yə C-də, 3-ə də A. Azərbaycanda ehtiyatı az olan tükənən və bərpa olunan torpaqdır, bir də meşədir. Tükənən bərpa olunmayan faydalı qazıntılardır. Civədir, qızıldır. Tükənməyən də külək enerjisidir. Bentonit ili daş salahlıdadır. 104-cü sualda. Travertin Kəlbəcərdə, Şahdağdır. Mərmər də daş kəsəndədir. Və salam. 1-ə B, 2-yə C-yə, 3-ə də D. Şırlan Şuşadadır. Badamlı mineral bulağı Şabrandadır. Daha doğrusu Şahbuzdadır. Badamlı Şahbuzdadır. İsti suda Kəlbəcərdədir. 1-ə D, 2-yə C, 3-ə də B. 106. Mineral bulaqlar Şırlan, Tuşsu, Şuşa, İsti su, Kəlbəcər, Qalaltı, Şabran. 1-ə Y, 2-yə D, 3-ə də A. 107. Bu civədir, bu qızıldır, 3 də misdir. Qızıl, deməli A, daha doğrusu civəyə gedir. Kəlbəcərdə ağ yataq, Şorbulaq, Löhçay yataqları, A gedir bura. Qaradağ mis yatağıdır, 3-ə gedir B. Qızıl bulaq, qızıl yatağıdır, 2-yə gedir C. Şorbulaq gedir 1-ə. Vecnəli də qızıl yatağıdır, gedir 2-yə. 1-ə A, D. 2-yə C, Y. 3-ə də B. Və salam, bu qədər.